Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illər yararsız vəziyyətdə olan 115 yerlik Tərtər şəhər 3 nömrəli körpələr evi uşaq bağçasında Heydər Əliyev fondu tərəfindən aparılan əsaslı təmir işləri ilə tanış olub. Körpələr evi uşaq bağçası 2 mərtəbədən ibarətdir. Uşaqların təlim tərbiyəsi üçün zəruri avadanlıqla təmin olunacaq. Onların dünya görüşünün artırılması, sağlamlığının qorunması üçün nümunəvi şərait yaradılacaq. Körpələr evi uşaq bağçasının sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub. Rayon rəhbəri bildirib ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Müasir körpələr evi uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı Heydər Əliyev fondu da xüsusi töhfə verir. Heydər Əliyev fondunun məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, bu sahədə ciddi keyfiyyətin dəyişikliyinə nail olunması ilə bağlı layihələrin uşaqların sosial müdafiəsinin gücləndirməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir. Dilbər Vüqar qızı, Bölgə TV.